Yenidən izahımıza davam edək. Güvən sınaq 2025-in bəzi testlərinə baxaq. Burada 3 testi çəkdim. Əslində 42-ci test çox da mürəkkəb deyil, amma onun haqqında da danışarıq. Əsasən fikrim 40-cı və 41-ci test haqqında danışmaqdır. Burada media hökmdarı Kiaksar yazıbdır və Kiaksarın daxili və xarici siyasətini soruşur. Gəlin görək, daxili siyasətinə aid hansıları götürə bilərik. Məsələn, ilk baxan kimi Şuandahol və Durduka şəhərlərində üsyan yatırılması cavabını görürük. Bu cavab ümumiyyətlə Kiaksarda yoxdur, çünki bu üsyanı eramızdan əvvəl 719-cu ildə 2-ci Sarqon gəlib yatırmışdı. İranzoya qarşı baş vermiş üsyandır. Ümumiyyətlə Kiaksarla heç bir əlaqəsi yoxdur. Ona görə də C-ni çıxırıq. Amma Kiaksar ölkədə hərbi islahat keçirmişdi, deməli, qoşunu yaxşılaşdırmışdı, İskitlərin döyüş taktikasından istifadə etmək fikri düzgün götürə bilərik. Və yaxud da ki, Midiya satraplığının 2 hissəyə bölünməsi kimi də bir hadisə biz Kiaksarda görmürük. Ona görə B və D variantını Kiaksara aid olan cavab kimi götürəcəyik və daxili siyasətinə aid cavab kimi götürəcəyik. Kiçik vilayət hakimlərinin tamamilə ləğv edilməsi, bir də İskitlərin döyüş taktikası əsasında süvari atıcı hissələrin yaradılması. O zaman 1-ə gedəcək B və D. 1-ə B, D variantı isə Y variantındadır. İndi gəlin görək 2-yə, xarici siyasətinə A və D cavabları düz gəlirmi? Xarici siyasətdə A-da yazır, Babil dövləti ilə ittifaqın yaradılması. Biz bilirik ki, Midiya və Babil dövləti birləşmiş və Assur dövlətinin varlığına son qoymuşdu. Bunu Kiaksarın xarici siyasəti kimi götürürük. Sirdaka müqaviləsini də Kiaksara aid bir cavab götürmürük. Çünki Sirdaka müqaviləsi də 2-ci Sarqona aiddir, Mannaya axırıncı gəlişinə aid idi. Kiaksarın siyasətində belə bir hadisə yoxdur. C variantı 2-ci Kirə qarşı mübarizə, bunu da götürə bilmərik, çünki 2-ci Kir hələ Astiaqdan sonra Əhəməni dövləti yaradacaq. Ümumiyyətlə 2-ci Kir ilə Kiaksar eyni dövrdə, paralel dövrlərdə yaşamayıblar, ona görə də C-ni də götürə bilmirik. D variantı isə Manna və Urartu dövlətlərinin tamamilə ləğv edilməsi də Kiaksara aiddir. Çünki Kiaksar Midiyanın ən güclü hökmdarıdır və Mannanın içərisində adı çəkilən bütün dövlətləri, Mannanı, İskiti, Urartunu, Assuru Midiyaya tabe etmişdi. Ona görə D-ni də götürə bilirik. Deməli, cavabımız olur Y variantı. 41-ci test 1870-ci il kəndli islahatından danışır və deyir ki, bu islahata əsasən xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə kəndlilərin torpaqlarının istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahibliyinin mənafeyinə zidd idi. Mərkəzi hökumət tərəfindən uzun müddət torpaqların satın alma qiyməti dəqiq müəyyən edilməməsi, bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur. Deməli, uşaqlar, 1870-ci il islahatı bizim öz başa düşdüyümüz formada deyək ki, sahibkar kəndlilərinə aid idi. Azərbaycanda feodal münasibətlərini ləğv etdi. Kəndlilərə dövlət yardım göstərmədi və kəndlini buraxdı, biz belə deyirik də, Allah ümidinə və dedi ki, gedin özünüz satın alın, nə ilə alırsınız alın. Kəndliyə heç bir maddi yardım göstərmədilər və dediyim kimi sahibkar kəndlilərinə aid idi. 47-ci il islahatı ilə də oxşar cəhəti o idi ki, hər ikisi 15 yaşına çatmış kişilərə 5 desiatin torpaq verilir. Sadəcə 47-ci ildə kişilər, 70-ci ildə isə şəxslər kimi adı çəkilir. Amma biyar 70-ci ildə ləğv olunmuşdu. Burada isə söhbət bu deyil. Burada soruşur ki, mətndə verilmiş hansı xüsusiyyətlər 70-ci il islahatını 1912-ci il qanunundan fərqləndirir. Deməli, bizə lazımdır ki, 70-ci il islahatı ilə 12-ci il qanununun fərqi olsun. 12-ci il islahatında da bilirik ki, kəndlilər torpaqları məcburi şəkildə satın alırdı, dövlət onlara yardım göstərirdi və bu islahat da sahibkar kəndlərinə aid idi. Birinci cavabda deyir, Azərbaycan kəndində əsaslı dəyişikliklərin baş verməsi. Bu fərq deyil.
İkinci cavab. Kəndlilərin əksəriyyətinin öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri. Bəli, 70-ci ildə kəndlilər pay torpağının mülkiyyətçisi ola bilməmişdi. Çünki dövlət Rusiyadan fərqli olaraq onlara yardım göstərmir. Məsələn, 1861-ci ildə Rusiyadakı islahatda 1-ci Aleksandr öz kəndlilərinə yardım göstərmişdi. Amma Azərbaycanda belə olmamışdı. Bayaq da dediyim kimi, Azərbaycanda kəndliyə deyirdi ki, get nə ilə alırsan al. Deməli, burada bir cavab olacaq 2. İslahatın yalnız sahibkar kəndlisinə şamil olunması ilə fərqli deyil. Çünki həm 70-ci il, həm 12-ci il islahatı sahibkar kəndlisinə aid idi. Ona görə 3-ü də götürmürük. 4. Kəndlilərin öz torpaqlarının satın alınmasına hökumətin yardım göstərməməsi. Biri də 4 olacaq. Deməli, cavab B variantı 2 və 4 olacaq. İndi bu şəkili çəkdim. 42-ci testə düşüb, onun haqqında da bir məlumat verim. Salon islahatları nəticəsində qadağan edilmişdi. Nə qadağan edilmişdi? Taxıl və digər zəruri ərzaq məhsulunun ixracı. Bəli, bu doğrudur. Kiçik səhvə görə insanların ağır cəza verilməsi. Xeyr, bu Drakon qanunudur. İramızdan əvvəl 621-də oldu. Fəlsəfə, ədəbiyyat və incəsənətin öyrənilməsi. Bu da Spartaya aid idi, Sparta əhalisinə aid idi. Əhalinin gələcəkdə də borca görə qul edilməsi. Bəli, biri də budur. Cavab 1 və 4 olacaq. C variantı.